Herkese salam, kanalıma hamınız xoş gəldiniz. Bugün yeni bir video başladıram və bu video sizin istədiyiniz videodur. Çünki bunu siz istəmişdiniz ki, belə bir makyaj videosu çəkim. Amma bu dəfə özümə makyaj etmirəm. Vüsaləyə makyaj edirəm bu günləri. Ayıqdır söyləməsi, Vüsalə salon makyajlarını bəyənmir. Sadəcə, arkadaşım sən yap, arkadaşım sən yap. Mən də bilirsiniz də, make-up özüm, Vüsalə ilə aramızda, mən make-up artistim, amma Vüsalə ilə aramızda. Bugün Vüsaləni makyaj eləyəcəyik və bir dəfə toy vlogu çəkmişdim. Vüsaləni bəzənmişdim, sonra özümü bəzənmişdim və altda yorumlarda gəldi ki, kaş ki bizimlə də paylaşsaydın. Ona görə istəyirəm ki, bugün birlikdə Vüsaləni necə hazırlayıram çəkim. Vüsaləni bəzəyəcəm deyə öz makyajımı bugün çəkmədim, amma makyajımın gözəlliyindən də biraz danışa bilərik. Özümü makyaj eləmişəm, çünki Vüsalədən sonra da mən də gedəcəm başqa yerə. Ona görə də gəlin tez başlayaq, vaxt itirməyək. Vüsaləni çağıraq. Salam. Bugün Vüsünü makyaj edirik, başlayacaq. Belə hamı baxmıyor, işıqdandır. Mən aslında böyle deyil. Əslində belə deyil. Necə bir makyaj istəyirsən? Gəl, mən başlayayım yavaş. Deməli, Vüsalə üzünü nəmləndirib. İndi isə ona bundan istifadə elədik. Maybelline'in Baby Skin bazasını istifadə elədik makyajdan əvvəl. Bunu çəkirsiniz cildinə. 15 dəqiqə gözləyir ki, dəri həbs eləsin onu cildinə. Ondan sonra isə Tanani istifadə. Ona görə gözləməmək üçün biz bunu istifadə eləmişik artıq. Keçirik Tananiyə. Tananidə isə özəl gün Tananimiz bizim Estee Lauder'dur. Prosta Estee Lauder'ın rəngi biraz tünd olduğu üçün biz onun içinə bir damcı concealer istifadə edəcəyik. Concealer'da isə L'Oreal'ın məndəki nömrəsi də 326'dır. Həmişə soruşursunuz. İndi istifadə edəcəyik gözəl qızımız. Danış Yusuf. Hara gelsən? Mən gedirəm. Tədbir. Tədbirə gedirəm. Bu tədbirin adını deyib deyməməkdə qararsız qaldım. Adını demədə tədbirə gedir. Tədbirə gedirəm. Mən əslində Sənbərə makyajdan dəhşət çox bəyənirəm. Həm özünə çox qəşəng makyaj edir, həm mənə çox qəşəng makyaj edir. Düzünü bilmək lazımdırsa, indiyə qədər getdiyim heç bir salonda mükəmməl, vau, nə qəşəng makyaj ediblər deməmişəm. Amma Sənbər makyajlarını həmişə elə deyirəm. Hətta mən Sənbərə çox israr edirəm ki, gəl, make-up artist ol. Və bu işə giriş həqiqətən. Amma təəssüf ki, niyəsə girişmək istəmir. O təəssüf ki, sizi sevir. Hə, sizi sevir, YouTube kanalını sevir. Amma mən deyirəm ki, əgər siz də sonda mənim makyajımı bəyənsəz, mütləq rəylərdə ona deyin ki, make-up artist olsun və iki işi bir arada aparsın ki, belə eləyən mən çox adam tanıyıram. Həm bloger, həm də ki, make-up artist olan. Mən Vüsaləyə deyirəm ki, mən kiminsə əlinin altında işləmək istəmirəm. Əslində ona görə YouTube'u seçmişəm ki, kiminsə iş saatim olmasın, özüm istədiyim vaxt videolarımı çəkim və ailəli və çocuqluyum. Uşağımla daha çox vaxt istədiyim saatda çıxa bilmək üçün əslində bir iş saatı qrafikdə istəmirəm. Amma onun da, Vüsünün ona da cavabı var. Bəli. Mən də deyirəm ki, onsuz da toya gələn insanlar maksimum, yəni səhər tezdəndən saat 4-ə qədər gəlirlər və 4-dən sonra artıq adam boş olur. Sən 4-dən sonra artıq həqiqətən götürməyə bilərsən müştəri və ən əsası onsuz da sən gəzməyə həmişə axşamlar çıxmağı sevirsən. Günün istisinə falan olsa çıxmağı sevmirsən. Saat 4-dən sonra ideal saatdır gəzmək üçün. Həmin vaxtı həm adiş böyümüş olacaq. Mən İstanbulda işləyəndə biz gec çıxırdıq. Ora blogerlər gəlirdi. Gərək onda mən blogerlər istəyirəm. Çünki blogerlər tədbirə gedirlər axşam. Ona görə də gəlirlər ustaların yanına. Zaten sən ilk başlayanda yavaş-yavaş tanınırsan və beləliklə sənin daha çox vaxtın qalacaq. Həm də ki, heç kim sənə bu dəqiqə başlamır demir. Adişin heç olmasa 2 yaş olsun, sonra başla və əminəm ki, səhər tezdənən saat 6-ya qədər polunu sən işləri çatıra bilərsən. Adişə də vaxt ayıra bilərsən, həm özünə də vaxt ayırmış olarsan və makyaj eləməyi sevirsən. Seviyorum. Bu arada göz üstlərini, daha doğrusu sənin mənim fərqi yoxdur. Göz üstlərinə kapatıcı istifadə edirəm, concealer istifadə edirəm ki, ora elə ki bir rəng olsun və vurduğumuz farın göz kölgəsinin rəngini rahat alsın. Bu arada mən make-up artist deyiləm, ha. Orada yorumlarda bunu sən elədin deyə sadəcə istədiyim və gördüyüm, işləmişəm əslində bu sahədə və öyrənmişəm demək olar ki.
Bəzən hətta olur ki, Sənbərin təmizlik videolarının altına elə rəylər yazılır. İstəyirəm ki, girim hamısına bir cavab yazım və haqsızlıq edənləri susturum falan. Amma sonra Sənbər deyir ki, sakin ol. Yəni, bu normaldır. Hamı eyni fikirləşəcək deyil. O qədər yaxşı qarşılayır ki, deyirəm, Sənbər, niyə bu qədər relaxsan? Vüsalə bu arada elə bilir ki, mən çox belə insanım. Vetsiz. Hə, məncə elədir. Çünki acı yorumlara reaksiya vermirsən. Başqası olsa? Başqası olsa? Başqası olsa polunu yazar. Ancaq. Highlighter istifadə edirəm göz pınarlarına və qaş altına. Amma sən çox səbirlisən. Hamıya çox belə sakin cavablar verirsən. Mənim də səbəşdim olur da. İndi neyim? Adişənəsə deyəndə sən səbəşsən ancaq. Bir dəfə azilit söhbətində Adiş yanında yoxdur deyirlər. Azilitdən istifadə edirəm uşağın yanında. Amma uşaq yoxdur ortada. Tualeti təmizləyirdim. Tualetdə Adelin nə işi var? Həm də düşünürəm ki, bir uşağı anası hamıdan daha yaxşı düşünər. Əlbəttə ki, düzdür. YouTube kanalı mənə elə gəlir ki, elə bir platformadır. İstənilən insan istənilən fikrini açıq şəkildə deyə bilər. Amma təbii ki, eynən. Təhqirə keçmədən, etikadan kənara çıxmadan və s. NYX-in buradakı pudrası ilə baxın, bu hissədə parlamalar olur. Şəkillərdə yaxşı düşmür. Ona görə də o hissəyə bundan götürürük. Qaşlarımızı NYX-lə sabitləyirəm. Təşəkkür edirik. Həm asistent, həm də model. Maybelline'in məndəki nömrəsi bu arada 10 ebony rəngidir. Soruşursunuz bunu yorumlarda. L'Oreal'ın qələmidir. Amma mən də bundan istifadə edirdim. İndi tapa bilmirəm mən bu rəngini. Trendyolda. Bəlkə adını dəyişiblər. Ola bilər. Amma heç şeydə Rossmanda, Olivia'da, onlarda da heç görməmişəm. Göz kölgəsində ikonik markasına istifadə edəcəm. Bu rəngi Vüsalə daha çox torpaq tonları sevir və ağır bir makyaj eləməyib paltarına görə. Biraz parıltı, biraz da bu tonlardan keçəcəyik. Mənə bax. Bir damla şah. İndi isə Billus markasından belə bir rəng var. Gəlin swatch'ımı sizə göstərim. Çox qəşəng ümumiyyətlə bu. Həm uyğun qiymətlidir, həm də baxın. Bu da sənin etdirir ancaq. Baxın belə göz üstünə istifadə edəcəm bu rəngdən. Onun üçün isə Real Techniques-in məndə belə bir fırçası vardı. Nömrəsi 210-dur. Bundan belə göz üstünə qoyacağım. Səndə nə edirlər? Gözü sən istədiyin şeyi gözü aç. Gözü aç, bura qırışsın. Sən şey eləmirsən, istədiyin makyaj aparmırsan, onu emeğini verirlər. Çox vaxt bilsən eynirlər, adətən. Sən eləyəndə bura fokuslanırsan, üzümü incətməyə. Amma onlar adətən... Yəqin kontur aşağıdan çəkir onlar. Hə, bir buram belə çox qəhvəyi olur, çox çirkin görsənir də. Bir də ki, yanaqlarım bilsə necə olur. Onsuz mənim yanağım topuşdu, bunu bilirik. Amma o qədər ənlik vururlar ki, imенно qabaq hissəsinə. Yanağım girir gözümün içinə az qala. Bir də bilmirəm. Deyəsən linerimi çox dəhşət qalın eləyirlər. Gözüm ona görə bizəncə belə... Dəyişdirmirsən orada? Yox. Doğru çəkəndən sonra görmürəm axı. Bir də mənim ümumiyyətlə bir xasiyyətim var. Mən baxıram. Mən öyrən partneri onu görməsin. Yox, mən kimsə makyaj eləyəndə belə dəqiqə başlayıb belə nət eləmirsən? Eləyəmirəm. Mənə amma şey eləyirlər. Mən beləyəm. Bir dəqiqə. Belə xanım, xahiş edirəm, gözün qutaraq. Ona görə də make-up artistdə ən sevmədiyim işlərsən, sən sevdin mən. Deməli, indi liner çəkəcəm. Linerdə Inglot istifadə edirəm. Hətta mən bunu keçən və maraqlı gəldi ki, mən bunu neçə ildə istifadə edirəm. 4 ilə keçəcəyik ücə və baxın, hələ yanlarında var da, yəni bu mən 1 ildə götürür. Bunu istifadə edim, çox qəşəngdir. Nə axmır, nə yayılmır, zil qaradır. Başqa bir linerdən nə istəyə bilərsiniz? Yəni uzun bir müddət gedir.
Biz gələn müştərilərimizi elə belə şey eləmirik də. Burada samovar çayı ilə belədir. Deməli, yenə NYX-də buradakı bronzer istifadə edəcəm. Ümumiyyətlə, ziyafət makyajlarında özümdə də bunu istifadə edirəm. Həm qəşəng yaydır, həm orada eli var. Ne? Həm qəşəng yaydır, həm renk tonu o qədər qəşəngdir ki, soyuq alt tonudur da çəhrayılıq vermir. Mən nə Tanani də, nə də bəyənmirəm bunu. Bronzerlə də bəyənmirəm. Soyuq alt tonunu bəyənirəm. Onun üçün də əvvəlcə belə kəsici bir dənə fırça götürürəm. Sadəcə elə ki, kontur effekti verirəm, sonra dağıdıram bunu. Çəkir olur. Bir də əgər üzünüzün topuş görünməsi istəyirsinizsə, bu xətti aşağıdan çəkirsiniz. Yox, incə görmək istəyirsinizsə, baxın, buradan çəkirsiniz. Sümüyünüzü elə bir ki, biraz daha yuxarı, üzünüzü daha yuxarı qaldırmış kimi düşünün də. Baxın, hara vuracamsa, oranı konturluyur kimi belə eləyirəm. Sonra dağıdacam bunları. İndi modelimizin burnu çox qəşəngdir. Ona görə heç şey eləməyə ehtiyac yoxdur. Belə bir fırça. Bununla da yayacağım. Bir damcı əlimə alıram. Nə qara görsəndim. Sağ ol, bax qızam. Bir şey verirsə konsilerdə vurmuram. Çünki həm göz kölgəsi tökülür gözün altına. Həm bronzeru niyə vurursunuz? Məsələn, görürsünüz ki, sizə artıq gəldi də. Konsiler istifadə edəndə onu tarazlaya bilirsiniz. Ki, yəni, məsələn, bronzer əlliyi azaldırsın. Amma həm konsiler vurub, üstündən bronzer əllik vurub, üstündən yenə bağlamaq üçün konsiler vuranda qat-qat görüntü alınır. Ona görə, əvvəllər mən də belə eləyirdim, amma indi bunu kəşf eləmişəm və çox bəyənirəm ki, konsileri makyajın ən sonunda istifadə edirəm. Bunu bir çox şeydə də görmüşəm, Victoria's Secret modellərində. Həmişə deyirdim ki, görən niyə belə eləyirlər? Nəyə görə bu şeylər? Məyərsə daha fresh görünürmüş elə. Denəyəndən sonra fikir verdim. Bu arada elə bir video çəkmək istəyirəm. Hansı ki, Victoria's Secret modeli ola bilər, Vogue ola bilər. Onların elədikləri günlük makyajı üstümdə eləyə bilərəm. Günlük cilt baxımını eləyə bilərəm. Ki, onların elədiyi adımlarla bir günümüzü keçirə bilərik. Ümumiyyətlə, mənim ən sevdiyim fizikal formulanın əlini istifadə edəcəm. Burada görürsə o qədər sevirəm ki, highlighter'ını və bronzerumu bitirmişəm. Muru bronzeru da yayda çox qəşəngdir. İndi isə ənliyini istifadə edirəm. Deməli, tuş istifadə edirik kipriyin altından. Məndə ev alayında mən bəyənirəm. Mənim indi kipriklərimdə də bu var. Burası mənim kipriyim azdır. Altdan istifadə edirik. Kiprik qoyuruq, sonra yenə tuş istifadə edirik. Yox, çay sırası deyil. Umurumda deyil. Ben çayımı içəcəm. Gerisini umurumda deyil. Eniştemə buradan təşəkkür edirəm. Bəli, özel olaraq samovar. Elə belə çay qaynatmırıq da. Çox ləziz hazırlayırıq. Həqiqətən keçsə belə çox bəyənmişdik. Mən samovar çayını normal çaya ayıra bilmirəm. Ümumiyyətlə fikirləmişəm, arıq incə qızların ağzının dadı olmur. Ay Allah, mən linçləyəcəklər. Burasını kəsərsən. Çünki mən anidən nəsə bir ürəyim bir şey istəyə bilir. Amma sən istəyə bilmir. Çox maraqlıdır. Handa istəyir də, məsələn, suş istəyir handa. Barmağı soxursan gözünə. Aşağı bax, bir şey fikirləş. Hacı xanım durdu, bizdə pis çaycı. Ay, mola. Əslində bundan əvvəl başqa bir video paylaşacaqdım, amma neysə. Bu arada burada gördüyünüzü enişdən salıb hələ açmamışam. Bəlkə bu videoda birlikdə açaq. Fikirləşəcəm. Düşünəcəm. Kanala abunə olmağı unutmayın, xahiş edirəm. Deməli, statistikalar baxıram və 79% insan mənim videolarımı izləyir, amma abunə deyil. 79. Sağ olsun o 21%. Çox sağ olun. Siz də abunə olun. Bilirəm, bəyənirsiniz məni. Çox sağ olun. Olmadığım niyə olmurlar abunə? Niyə olmursunuz? Bir anlatın. İzliyorsunuz ama abunə olamıyorsunuz. Əslində abunə olmaq çox asandır. Məncə də. Bir barmaq toxunuşu.
Sizin üçün bir barmaq toxunuşdur, amma Sənəbər üçün nə qədər önəmli olduğunu mən bilirəm. Siz hər dəfə orada bir dənə artanda Sənəbər çox sevinir və deyir ki, bu videonu çəkəcəm, o videonu çəkəcəm. Hələ yorumlarınızı oxuyub, nə qədər bəhrələnirik bilbirsiniz. Bu makyajı çəkməyini sizə borcluyuz, çünki siz istəmişdiniz. Bəli, sizin sözlərinizə heç birini yerə salmıram. Siz də mənim üçün salmayın. Tez indi abunə olun. Keçən dəfə biri yazıb ki, orada belədim. Gözləyirəm. Düşün abunə olun. Belə. Sən deyəndə də qorxumdan düşüb abunə olub gəldim. Tez ol. Gəlin, buyurun oturun. Bağışlı yerimiz oturmuşduq. Çox sağ olun xanım. Vurdum tozunu. Aferin. Deməli, indi göz altlarına konser istifadə edəcəm. Çünki kipiyi indi biraz da qurusun. Ondan sonra şaba. Ondan sonra tuj vuracaq. Gözü çox oynatma. Bir yerdə sabit tut. Deməli bir şey kəşf eləmişəm. Bu Estala şeydir. Neydi bunun adı? L'Oreal. Dodamı da tanan keçərsən. L'Oreal'dır. Nədir onun adı? Bir də yuxarı bax. Bir də tartdı. Konserlə pudran belə dağıdanda yaxşı oturmur. Amma pudranı belə üstünə bastırıb qoyanda gün boyu qırışları dolmur. Daha az doldu daha doğrusu. Bir də L'Oreal. Bir də L'Oreal şeydir. Esteladan daha şeydir. Məncə də. Mən sən qarşılaşdırma videonda baxan kimi dedim ki, L'Oreal daha qəşəngdir. Yorumlara oxumuşdum, hamı L'Oreal deyib. Həqiqətən də elə bir ki, tart eynən. Tart qiymətinə dəyəcək bir tanani deyil. Amma biz də uyğun aldıq da. O heç, biz endirimdə aldıq. Amma insanlar təsəvvür oluna 70-80 manat verirlər. Demirəm, pis bir şey deyil. Qəşəngdir, örtücülüyü çox yaxşıdır. Bir nöqtəsi bütün göz altını, göz üstünü örtməyə kifayət edir. Amma bu işi L'Oreal da görürsə, əgər biz niyə gedib bir konsilera 14 qat qiymətini verək? Qadınlar kəndini özəl hiss etməyi sevər. Sözsüz, amma da özəl elə hiss etdirməsinə də daha yaxşısı var axı. Özəl hiss eləmək istəyirlərsə, məsələn, yaxşı bir tanayla ala bilərlər özlərinə. Məsələn, Esteladır. Endirimdə olanda belə 82 manata düşür. Ən maksimum endirimdə. Mən 95 almışdım 2 il əvvəl. Hə. Deməli, baxın. İlk dəfə də bir pudranın dibini görürəm. Bilirsiniz niyə? Vardı, belə eləyim, mənə də görün. Çünki çox qəşəngdir. Təəssüf ki, bunu satışdan qaldırıblar. Glam markasıydı. Məndə konsiler də var. Onu da sizə göstərim. Amma heç bəyənmədim. Hə? Alt kipriyimə tujuru. Hə, vur. Məsələn, Glam markasının bir konsiler aldım. Heç qapatıcı deyil, bəyənmədim. Amma bu o qədər gözəl transparan pudradır ki, bir də Temudan belə 5 dənəsini 1 manata belə sponsor almışdım. Göz altımı belə sabitləmək üçün. Çox qəşəngdir. Bunu belə eləyirəm. Sabitləyirəm və olur möhtəşəm. İndi saniyə də bunu istifadə edəcəm. Baxın. Bu arada makyajımız bitir. Az qalıb. Deməli, dodaq boyasını vuracam, sabitləyəcəm. Başqa nə? Bir də highlighter. Bitdi. Deməli, indi belə edirik. Yuxarı baxırıq. Çək. Çox komik görsən də. Onu bir damcı saxlayırıq ki, o sabitləsin. Dodaq boyasında istifadə edirik. Miss Tez 764 rəngi yeyib bitirmişəm. Bu qədər qalıb, çox qəşəngdir. Bu qəhvəyə ağ tonludur. Bunu da gərək almaya bu gün çıxmışkən. Nereye? Pastelin bir rəngini alın, bir dənə də dodaq karandaşı alın. İstiyorum. Biraz gülümsən. Xanımımız oyanıb, gedir həyatda atası ilə samavar çay içməyə. Hə, Adiş makyaj şeylərinə baxır. Şavaş elə. Bay bay. Yakalandık. Çekil dene. Yedim sən. Mən nə qədər danışdım? Yox. Sonra isə dodaq boyası, bu Stockholm'dur, NYX'in. Bunu istifadə edəcəyik. Sadəcə ortasından çünki gloss vuracağıq. Bu arada paltarımız ağ-qaradır deyə bu tonlarda elədik. Glossda isə Kiko istifadə edəcəm.
baxın. Bu 28 keçiddə sayılır. Dəfələrlə göstərmişəm. Qiyməti 2 manat 50 qəpik idi, amma çox qəşəng effekt var. Mənim üzümdəki də oldu. Çox vaxt soruşursunuz, highlighter budur. Gözləyirəm ki, bitsin, gedim alım, bitmir. Ona görə də gözləməyəcəm. Cəb alacaq. Baxın, görürsünüz də. Parlamaya baxın. Reyri taş çıxartar mənim highlighterım. Həqiqətən fake'lər orijinaldan daha yaxşı. Yox, hamısı yox. Bu məsələn təsadüfən aldım. Orada swatchladım, götürdüm. Çox qəşəngdir. Amma getdim, təkrar bundan yoxdur. Və bitdi. Deməli, makyajımızı sizə göstərmək istəyirəm. Baxın. Wow. Qabaqdan hətta göstərə bilərəm. Belə, məncə çox qəşəng alındı. Ümid edirəm ki, siz də bəyəndiniz. Yorumlarda mənə bunu bildirməyi unutmayın. Deməli, Səbuy dünən axşam mənə belə bir hədiyyə alıb. İstədim bu videoda da özünü göstərmişkən birlikdə açaq. Səbuy bilir ki, mən əl işlərini və yaxud da seramikləri, orqanayzerləri çox sevirəm. O da mənə belə bir əl işi olan aksesuar orqanayzeri alıb. Çox estetik görünür. Mən çox bəyəndim. Belə bir altlığı var. Sonra isə üzərində belə, yəqin ki, bu aksesuar qoymaq üçündür içinə, çox şirindir və yanında da bunu mən düşünürəm ki, yəqin ki, içinə otaq ətri qoyulur və yaxud da mini vazo kimi də istifadə eləmək olar. Çox şirindir, çox sağ ol həyatım, təşəkkür edirəm. Mən çox bəyəndim. Burada da səhifələrini, adını qeyd edərəm. Əgər maraqlanırsınızsa, sizin üçün də bir fikir olar. Məncə sevgilinizə, həyat yoldaşınıza ala biləcəyiniz çox gözəl bir hədiyyə fikridir. Videonu isə burada sonlandırıram qızlar. Gedirəm makyajımı silim. Daha doğrusu onun üçün gəlmişəm bura. Makyajımı təmizləyim. Ondan sonra isə yatacağım. Artıq gecə bu videonu editlədim. Sonunu da çəkirəm. Videonu bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Danışa bilmədim. Kanala ümid edirəm ki, abunəsiniz. Əgər abunə deyilsinizsə, xahiş edirəm, kanala abunə olun. Videomu bəyənirsinizsə, bəyəni atmağı da unutmayın. Sizi çox sevirəm. Başqa videolarda görüşənədək hələlik.